Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən tanış edəcəm. Marneuli şəhərinin mərkəzindən keçən Qara Arx su kanalı təmir olunur. Onun 2 kilometrdən çox hissəsinə beton tökülür. Materialı izləyin. Marneuli bələdiyyəsində Qara Arx kimi tanınan su kanalında təmizləmə işlərinə başlanılıb. Layihəyə həm kanalın divarlarının, həm də onun aşağı hissəsinin tamamilə betonla örtülməsi daxildir. Arxın təxminən 2 kilometr yarımlıq məsafəsi tamamilə abadlaşdırılacaq. Yenidən qurma işlərinin aprelin sonuna dək başa çatdırılması planlaşdırılır. Layihə başa çatdıqdan sonra kanalın su ötürmə qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq ki, bu da suyun hərəkətini və texniki təhlükəsizliyini tamamilə sadələşdirəcək. Bu cür iri miqyaslı layihələr ətraf mühitin mühafizəsinə və bələdiyyə infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasına mühüm töhfə verir. Bu da yerli əhalinin rahatlığına və həyat keyfiyyətinə müsbət təsir göstərir. Tbilisinin qatar dayanacağında Azərbaycana məxsus qatar görünüb. Bakı-Tiflis reysi işə düşübmü? Bu suala süjetimizdə cavab tapın. Tbilisinin mərkəzi vağzalında Azərbaycan dəmir yollarının sürət qatarı görünüb. Görüntülər Azərbaycan mediasında yayılıb. Bu da Bakı-Tbilisi dəmir yolunun may ayında bərpa oluna biləcəyi gözləntiləri ilə əlaqələndirilir. Lakin Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata əsasən görünən qatar sərnişin qatarı deyil. O yalnız yolun diaqnostikasını aparır. İki ölkə arasında danışıqların hələ də davam etdiyi məlum faktdır. Lakin hələlik rəsmi razılaşma yoxdur. Baxmayaraq ki, Azərbaycan tərəfi sərnişin daşımalarının bərpa olunacağı təqdirdə əməkdaşlığa hazır olduğunu bildirib. Gürcüstanın seçki administrasiyası vətəndaşlara pulsuz təlim təklif edir. Sənədlərin qəbulu aprelin 17-sinə dək davam edəcək. Gəlin material izləyək. Seçki komissiyası yeni təlim proqramına başlayır. Vətəndaşlara xüsusi kursda iştirak etmək və seçki prosesinin bir hissəsi olmaq imkanı verilir. Etibarlı və şəffaf seçkiləri təmin etmək üçün yaxşı təlim keçmiş idarəçilər vacibdir. Məhz bu məqsədlə MSK və tədris mərkəzi bütün ölkə ərazisində seçki prosesində iştirak edən şəxslərə peşəkar təlim keçmək məqsədi daşıyan xüsusi təlim kursu həyata keçirir. Aprelin 8-dən 17-sinə dək səhər saat 10-dan axşam 18-ə qədər Marneulinin dairə seçki komissiyası binasında həm də elektron platformada seçki administrasiyası adlı təhsil proqramına qeydiyyat davam edir. Kursda 18 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilərlər. Burada təlimlər seçki məntəqəsi və məntəqə komissiyasının üzvlərinin səlahiyyətlərindən bəhs edir. Tədris kursu mayın 13-də başlayaraq 29-na dək davam edəcək. Ümid edirəm ki, təlimlə maraqlananlar çox olacaq. Gəlib bizə müraciət edəcəklər. Onda qeyd edim ki, sənədləri ilə birlikdə vətəndaşlar mütləq şəxsiyyət vəsiqələrinin ya da pasportlarının ksero əslini gətirməlidirlər. Kursa qeydiyyat həm elektron qaydada, həm də ərizə və şəxsiyyəti təsdiq edən sənədi dairə seçki komissiyalarına təqdim etməklə mümkün olacaq. Bu cür maarifləndirici layihələr təkcə peşəkarlığın artırılması üçün vacib deyil, həm də seçkilərin şəffaflığına və ictimai etimadın artmasına töhfə verir. Hazırda peşə məktəblərində, yəni kolleclərdə 17 minə yaxın insan təhsil alır. Bu isə ötən ilə nisbətən 10% artım deməkdir. Sujeti izləyək. Son illər Gürcüstanda peşə təhsilinə tələbat ildən ilə artır. 2024-cü ildə peşə məktəblərində təhsil alan tələbələrin sayı əvvəlki illə müqayisədə 10% artaraq 17 min nəfəri keçib. Bölgələrdə də maraq artır. Modus Peşə Kollecinin direktor müavini qeyd etdi ki, indiki mərhələdə qəbul müsabiqələrinə əvvəlki illərlə müqayisədə daha çox tələbə müraciət edir.
Peşə öyrənməyə maraq ölkəmizdə çox böyükdür, çünki bu bir növ təhsil almanın alternativ yoludur. Burada hər yaşda vətəndaş təhsil ala bilir. Dövlət təklif edir ki, hər yaşda təmənnasız olaraq insan biliyini dərinləşdirərək istədiyi peşəyə sahib olsun. Hazırda yaz qeydiyyatına başlamışıq. Biz 4 ixtisas üzrə qəbul elan etmişik. Qeydiyyat aprelin 27-sindən mayın 20-sinə dək davam edəcək. Təhsil isə sentyabrın 15-dən başlayacaq. Onu da qeyd edim ki, Marneuli Təhsil Ehtiyat Mərkəzi ilə əməkdaşlıqla məktəblərə gedərək proqramlarımız barədə onlara məlumat verdik. Bəzi sahələrdə rəqabət də artır. Peşə məktəblərinə qəbul olanların və məzunların sayının artması cəmiyyətin bu tip təhsilə münasibətinin getdikcə dəyişdiyini göstərir. Bu da mütəxəssislərin fikrincə yerli məşğulluğa və peşə sektorunun inkişafına kömək edir. Marneulidə 11-12-ci sinif şagirdləri ilə görüş keçirildi. Tədbirdə təhsilin əhəmiyyətindən bəhs edildi. Daha ətraflı materialımızda. Marneulinin Gənclər Şurasının təşəbbüsü ilə Tbilisi Dövlət Universitetinin nümayəndələri ilə yuxarı sinif şagirdlərinin görüşü təşkil olundu. Görüşdə universitet həyatı və gənclər üçün maraqlı olan fakültələr haqqında onlara ətraflı məlumat verildi. Şura sədrinin sözlərinə görə tədbirdən əvvəl şagirdlər arasında sorğu keçirilib. Nəticədə isə onların daha çox hüquq, psixologiya və internet texnologiyaları fakültələri ilə maraqlandıqları məlum olub. Bugünkü görüşümüz Çağaşildən qonaqlarımız oldu. Gənclərlə müxtəlif peşələr haqqında görüş keçirildi. Ümid edirəm ki, bu il hazırlıqdakı uşaqlar üçün də maarifləndirici görüş oldu və universitet üçün də doğru seçim etmiş olarlar. Gənclər Şurası olaraq abituriyentlərin ixtisaslar haqqında daha ətraflı məlumatı olması üçün bu cür məlumat xarakterli görüş təşkil etdik. Bizim sorğumuz zamanı məlum oldu ki, gəncləri ən çox psixologiya, hüquq və internet texnologiyaları fakültəsi maraqlandırır. Dövlət Universitetinin əməkdaşları gənclərə fakültələr barədə ətraflı məlumat verdilər. Məncə onlara gələcəkdə seçim etməyə bu görüş yardımçı olacaq. Tbilisi Dövlət Universiteti hər zaman gənclərin təşəbbüsünü dəstəkləyir. Çox şad olduq ki, Marneulili gənclər bizimlə görüşmək istədilər. Professorlar gəliblər. Universitetdə mövcud tədris prosesi, universitetin təklifləri barədə gənclərə məlumat veririk. Biz həm də onları universitetə dəvət edirik. Gəlib yerində də vəziyyətlə tanış ola bilərlər. Qeyd edək ki, Marneulinin Gənclər Şurası yeniyetmələrin daha düzgün seçim etməsi, təhsilə marağının artırılması istiqamətində vaxtaşırı bir sıra tədbirlər həyata keçirir. Narkotik vasitələr əkib becərən 3 nəfər həbs edilib. Onlar Kaxetdə fəaliyyət göstərirlərmiş. Cinayət 12 il məhbus həyatını nəzərdə tutur. Kaxet polisi narkotik cinayətlərinə görə 3 nəfəri həbs edib. Daxili İşlər Nazirliyinin Kaxeti Bölgə Polis İdarəsinin İstintaq bölməsi ilə Laqoteq rayon polis şöbəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyatlar və istintaq tədbirləri nəticəsində xüsusilə böyük miqdarda narkotik maddələr, bitkilər aşkarlayaraq 1995-ci il təvəllüdlü vətəndaşı və əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü və 1988-ci il təvəllüdlü şəxsləri həbs ediblər. Cinayət 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Hüquq mühafizə orqanlarının əməkdaşları narkotik ittihamı ilə həbs edilən şəxslərin evlərindən və xüsusi düzəldilmiş istixanalarından külli miqdarda narkotik tərkibli çətənə bitkisi aşkarlayaraq götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 265-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu əlimizdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, sağ olun, sağlıqla qalın.